Aprelin 14'ünde Azərbaycan Kinematografçılar İttifaqında yenə də izdiham yaşanırdı. Amma əvvəlcə gəlin bu izdihamın səbəbinə nəzər salaq. Bəli, aprelin 8-də start götürən Azərbaycan Kinematografçılar İttifaqı Fransanın Azərbaycandakı institutu və Fransanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Şərq-Qərb Kinolab tam metrajlı bədii film layihələrinin inkişaf proqramı sona çatdı. Bir həftə davam edən intensiv təlim proqramı çərçivəsində iştirakçılara rejissor və senarist Orxan Ağazadə və prodüser Jül tərəfindən ustad dərsləri keçirildi. Bundan başqa onlayn formatda Berlinale Talents, La Fabric Cannes Film Festival, Three Continents Film Festival və digər nüfuzlu beynəlxalq platformaların nümayəndələri və prodüserləri tərəfindən təlimlər təşkil olundu. Proqramın məqsədi gənc və təcrübəli Azərbaycanlı kinematografçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaq idi. Proqramın sona çatması və qaliblərin mükafatlandırılması məqsədi ilə aprelin 14-də Kinematografçılar İttifaqında mərasim keçirilirdi. Mərasimi giriş sözü ilə açan Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin katibi Əlisa Cabbarov master klasslar və mentorlarla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələrin inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunduqlarını qeyd etdi. Mənə elə gəlir ki, Kinematografçılar İttifaqının və Fransa İnstitutu, Fransa səfirliyinin əməkdaşlığı bəlkə də bizim dövlətlərimizin arasında olan münasibətə də müsbət təsir göstərir. Mən Jülə təşəkkür edirəm layihə iştirak elədiyinə görə, bizə dəstək olduğuna görə. Mən öz şəxsi simpatiyamı bölüşürüm. Mən Orxan Ağazadənin fanlarından biriyəm, ona böyük simpatiyam var. Onun psixotip olaraq kinematografçılığına mən ben ona çok böyle ümidliyim ve çok sağ olsun ki bizi layihədə iştirak eləyir. Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin üzvü Kamran Qasımov Azərbaycan Kinematografçılar İttifaqı ilə Fransanın Azərbaycandakı səfirliyi və Fransız institutu arasında əməkdaşlığın mövcudluğunu xüsusi olaraq vurğuladı. We would like increase our relations platforms because right now we are experiencing hard political and economic conditions in the world. And right now we have to increase cultural platforms in the world. As you know, Azerbaijan from the ancient times has become mutual point, meeting point of culture, different cultures, tolerance. And today this event, this project, part of process which coming from ancient times. Fransız İnstitutunun icraçı direktoru Jacques Bonnet bu cür əməkdaşlıqların faydalı olduğunu qeyd etdi. Je suis très honoré de m'adresser à vous. Je suis le directeur de l'Institut français et je voudrais vraiment remercier les organisateurs, l'Union des cinéastes pour nous avoir invités ce soir. Il y a à peu près 9000 longs métrages qui sont produits chaque année dans le monde. Parmi les pays les plus productifs, il y a l'Inde, le Nigeria, la Chine et les États-Unis. La France, pour sa part, produit 300 longs métrages, un peu plus de 300 longs métrages chaque année. Et cette expérience, nous aimons beaucoup la diffuser. C'est un petit savoir-faire que nous aimons bien partager. C'est dans cet esprit que l'entreprise Kidam, avec Jules, intervient ici en Azerbaïdjan pour partager cette expérience. Alors bien sûr, pour l'ambassade de France et l'Institut français, il est extrêmement important de participer à ces opérations parce que y a une demande et aussi parce que y a une demande. Daha sonra çıxış edən natiqlər layihənin əhəmiyyəti barədə danışdılar. Nəhayət, mükafatlar sahiblərinə təqdim edildi. Toy 5-ci mərtəbədən şəhər mənzərəsi və kamança layihələri proqramın qalibi elan olundu. Biz bir həftə ərzində iştirakçılarla bir yerdə onların layihəni dosya şəklində necə hazırlamaq lazımdır, o bilikləri öyrətdik, bölüşdük daha doğrusu.
və bununla yanaşı həmçinin müəyyən mühüm platformalar və workshoplar var dünya üzrə. Məsələn, onlardan biri Berlin Film Festivalının Berlin Talent platformasıdır. Ondan sonra Le Fabrik Cannes Film Festivalından və digərlərindən. Bunlarla da Zoom call oldu və qarşılıqlı olaraq sual-cavab sessiyaları keçirildi ki, iştirakçılar ilkin mənbədən bütün informasiyanı tam olaraq ala bilsinlər. Və layihə ərzində 3 dəfə pitching məşğələsi oldu, daha doğrusu 2 dəfə məşğələ oldu və artıq sonunda, bir həftənin sonunda pitching oldu və düşünürəm ki, iştirakçılar üçün bu çox mühüm bir workshopdur, mühüm bir emalatxanıdır. Mən bu ilk belə təcrübəmi ilk dəfə olaraq pitchingdə münsiflər heyəti olaraq, heyətinin üzvü olaraq çıxış edirdim və layihələrlə öncə tanış olanda, yəni öncə onların haqqında oxudum, çox maraqlı gəlirlər, amma sonradan qulaq asanda daha da maraqlı idi. Çünki yəni vərəqdən bir şey görürsən, amma oxuduğun insanlara qulaq asdığın zaman tamam başqa cür o səslənə bilər bəzən. Bu çox maraqlı idi. Layihələrin müxtəlifliyinə gələndə onlar oxşar mövzularda olan layihələr var idi və gözlənilməyən mövzularda olan layihələr vardı. Eyni mövzularda olan layihələrin olması maraqsız ola bilərdi, əgər onların arasında xüsusi bir detal fərqləri olmasaydı ki, burada bunlar müşahidə olunurdular. Qeyd edək ki, proqramın daha bir özəlliyi təlimlərin və pitching sessiyalarının ingilis dilində aparılması idi.